Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Biz bugün sizinlə Dahi Akademiyanın 8 fevral tarixində keçirdiyi 10-cu sinif blok sınaq imtahanının riyaziyyat suallarının izahına baxacağıq. Birinci sual. Üçbucağın bucaqları 1-2-3 nisbətindədir. Bu üçbucağın böyük və kiçik tərəflərinin cəmi 6 olarsa perimetrini tapın. İlk öncə bucaqların nisbəti 1-2-3 nisbətində olduğu üçün alfa, 2 alfa, 3 alfa bərabər olmalıdır 180 dərəcəyə. Buradan alırıq ki 6 alfa 180 dərəcədir. Alfa bərabər 30 dərəcə. Üçbucağın bucaqların biri 30 dərəcə, biri 2 vur 30 60 dərəcə, digəri isə 90 dərəcəyə bərabərdir. Deməli bu üçbucağımız düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaq 30, 90, 60 dərəcədirsə, kiçik tərəf kiçik bucağın qarşısında duran tərəfdir. Onu bilmirik. Böyük tərəf isə hipotenuzdur. Və 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır deyə hipotenuz olur 2x. Böyük və kiçik tərəfin uzunluqlarının cəmi 6-dır. X üstə gəlinsin 2x bərabərdir 6. Buradan alarıq ki 3x 6-ya bərabərdirsə x 2-yə bərabərdir. Deməli, üçbucağın tərəfləri 2, hipotenuzu 4, digər kateti isə 60 dərəcəli bucaq qarşısındakı katetdir. Digər katetin kökü 3 mislinə bərabərdir. Və bizdən üçbucağın perimetrini istəyir. P bərabərdir 2. Üstə gəlinsin 2 kökü altında 3, üstə gəlinsin 4. O da bərabərdir 6 üstə gəlinsin 2 kök altında 3. 2-ni möhtərizə xaricinə çıxarsaq, qalar 3, üstə gəlinsin kök altında 3 və düzgün cavabımız olar Y variantı. İkinci sual. Mərkəzi O nöqtəsində olan çevrədə BAC 65 dərəcə olarsa, AB qövsünün dərəcə ölçüsünü tapın. AB qövsünün dərəcə ölçüsünü tapmaq üçün ilk öncə AC diametri olduğu üçün diametrə söykənən bucaq 90 dərəcədir. O zaman bucaq A 65 dərəcədirsə, bucaq B isə 25 dərəcəyə bərabər olar. AB qövsü isə həmin ACB bucağına söykənən qövsdür. O zaman 25-in 2 mislinə bərabər olacaq. Düzgün cavabımız B variantı. Üçüncü sualda A və B çoxluqları üçün A kəsişmə B birləşməni verib. NA minus NB 7 olarsa NA-nı tapın deyil. Biz çoxluğun birləşməsinin elementlərinin sayının tapılmasına aid düsturu bilirik. NA birləşmə B bərabərdir. NA üstə gəlinsin NB çıxılsın NA kəsişmə B. NA birləşmənin yerinə 12. O zaman NA üstə gəlinsin NB minus kəsişməsinin də elementlərinin sayı 3 olduğu üçün 3 yerləşdiririk. O zaman alırıq ki NA üstə gəlinsin NB bərabər olar 15. Digər tərəfdən bizə şərt verir ki NA fərq NB bərabərdir 7-yə. Biz bunu sistemə alıb həll etsək, olar 2 NA bərabərdir 22-yə. NA bərabər olar 11-ə. Düzgün cavabımız olar A variantı. Dördüncü sual. 2 natural ədəddən birincinin 36-da 7 hissəsi, birincinə x desək, 36-da 7 hissəsi olar 36-da 7 x, ikincinin 18-də 5 hissəsinə bərabərdir. Birinci ədəd ikinci ədədin ikinci ədəd olan nisbətini soruşur, yəni x-in y olan nisbətini soruşur. Bu bərabərliyin hər tərəfini 36-ya vursaq, o zaman alarıq 7x bərabərdir 10y. O zaman x bölünsün y bərabər olar 10 bölünsün 7-yə. Yəni düzgün cavabımız olar 7-də 10 B variantı. Bizə 5-ci sualda deyir ki, bu aralığında neçə tam ədəd var?
Kök altında 3-dən təqribən 1 tam nəsə çıxsa, bundan da ikisini çıxsaq, qalar mənfi 0 tam, tutaq da ki 7. Digər tərəfdən 7 tamdan 2 tam, onda 7 təqribən qiymət alsaq, üzərinə də 1 gəlsək, bunun da təqribi qiyməti olar 3 tam, onda 7. Deməli, mənfi 0 tam, onda 7-dən böyük, 3 tam, onda 7-dən kiçik hansı tam ədədlər var? 0, 1, 2, 3. Neçə tam ədəd olduğunu soruşur. Düzgün cavabımız olar 4 dənə A variantı. 6-cı sual. Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərində proyeksiyası. Deməli, düzbucaqlı üçbucağın katetlərin hipotenuz üzərində proyeksiyasını göstərmək üçün düzbucaq təpəsindən hipotenuza hündürlük çəkilir. A katetinin proyeksiyası olur 16. Tutaq da ki, B katetinin proyeksiyası da olur 36. Düz bucaq təpəsindən çəkilmiş hündürlüyün tapın deyir. Biz bilirik ki, düz bucaq təpəsindən çəkilmiş hündürlüyün düsturu hipotenuzun bölündüyü hissələrin hasilinə bərabərdir. O zaman H bərabərdir 4 vurulsun 6. Düzgün cavabımız olar 24. A variantı. 7-ci sual. Eyni məhsuldarlıqla işləyən 30 traktor müəyyən sahəni 13 günə şumlayır. Deməli, 30 traktor müəyyən sahəni 13 günə şumlayır. Traktorların sayını 30% artırsa, 30% artırmaq 130% tapmaq deməkdir. Traktorların 30'un 130%'i bizə verər 39. Deməli, traktorların sayı 39 olarsa, həmin sahə neçə günə şumlana bilər? Biz bilirik ki, bu cür məsələlər tərs mütənasibdir. Ona görə 39 ikiz bərabər olar 30 vurulsun 13'e. 13 ilə 39'u 13'ü ixtisara apararam. 3 ilə də 30'u 3'ü ixtisara apararam. X olar 10. Deməli, 39 traktor 10 günə şumlayar. Cavab A variantı. 8-ci sual. Ədədin sadə vuruqlarının sayını tapın. N bərabərdir 57'ni yaza bilərik 19 vurulsun 3'ün kvadratı. Üstə gəlinsin 38'i yaza bilərik 19 vurulsun 2'nin kvadratı. Hasilin qüvvəti qüvvətlər hasilinə bərabərdir. Onda 19'un kvadratı 3'ün kvadratı. Üstə gəlinsin 19'un kvadratı vurulsun 2'nin kvadratı. 19'un kvadratı möhtərizə xaricinə çıxarsa, qalar 3'ün kvadratı 9. Üstə gəlsin 2'nin kvadratı 4. Və cavabımız olar 19'un kvadratı vurulsun 13. Bizdən sadə vuruqların sayını istəyir. O zaman 2 dənə 19'umuz, 1 dənə 13'ümüz var. 3 dənə sadə vuruğumuz var. Düzgün cavab B variantı. 9-cu sual. Bərabərliyində x-in hansı qiymətində qalıq ən böyük olar? Biz bilirik ki, qalıq hər zaman böləndən kiçik olmalıdır. Əgər bölən 12'dirsə, ən böyük qalıq 11 olar. O zaman x bərabər olar 12 vur 5 üstə gəl 11. O da bərabərdir. 12'ni 5'e vurduqda olur 60 üstə gəl 11. Düzgün cavabımız 71. B variantı. 10-cu sual. Deyir A və A, B, C çoxluqları üçün A birləşmə B kəsişmə C-nin elementlərinin sayını tapın. İlk öncə A birləşmə B-nin elementlərini yazaq. Onlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu birləşmə. A ilə B birləşməsi kəsişir C çoxluğunun elementləri ilə. 3, 4, 5, 8, 9. Kəsişmədə ortaq elementlər götürülür. 3, 4, 5, 8, 9. Yəni bu kəsişmə ilə C çoxluğunun özünə bərabərdir. C çoxluğunda elementlərinin sayı 5'e bərabərdir. Düzgün cavabımız olar A variantı. 11-ci sual ifadəsinin qiymətini hesablayın. İlk öncə
Möhtərizənin içindəki ifadəni həll edək. Ortaq məxrəci gətirsək, olar 8 tam 15-də 3 çıxılsın 5 tam 15-də 10. Bərabərdir. Sürətdən sürəti çıxa bilmədiyim üçün 8-dən 1 tam ayırıram. Olur 7 tam 15-də 18 çıxılsın 5 tam 15-də 10. O da bərabər olar 2 tam 15-də 8-ə. Möhtərizəni 8-də 5-ə vurmalıyam. Onun üçün də 2 tam 8-də 5-i düzgün olmayan kəsrə çevirirəm. Olur 15-də 38 vurulsun 8-də 5. 5 ilə 15 ixtisar getsə 3, cavabımız olar 24-də 38. Bunu da qarşı tərəf kimi yazsaq, olar 1 tam 24-də 14. İxtisar etsək, olar 1 tam 12-də 7. 10 tam 60-da 47-dən çıxaram 1 tam 12-də 7. Bunu da 60-a gətirsəm, olar 60-da 35. O da bərabər olar 9 tam 60-da 12. Sürət və məxrəci 6 ixtisar aparsaq, olar 9 tam 10-da 2. 10-luq kəsirlə 9 tam 10-da 2 cavabını almış olaraq. 12. Deməli, modul ifadəni sadələşdirmək üçün ilk öncə modulun içinin işarəsini təyin etməliyik. N M-dən böyükdür. M kiçikdir deyə kiçikdən böyüyün çıxsa mənfi. N müsbət bir ədəddir və 3-dən böyükdür. 1-in çıxsa müsbət. 3-dən böyük ədəd çıxsa mənfi olar. O zaman birinci modulun içi mənfi olduğu üçün əksi çıxır. N minus M. İkinci modul olduğu kimi çıxır. Amma qarşıdakı mənfiyə görə olur minus N plus 1. Üçüncü modul mənfidir deyə əksi çıxır. M minus 3. Üstə gəlinsin 1. Baxırıq ki, N'lər, M'lər islah olur. Geriyə qalır 2 minus 3. Cavab mənfi 1. Y variantı. 13-cü sual. İfadələrdən hansılar çox hədlidir? Deməli, birinci ifadəmiz çox hədlidir. İkinci ifadəmiz çox hədli deyil, çünki dəyişənə bölünüb. Üçüncü ifadəmiz çox hədlidir. Dördüncü ifadəmiz çox hədli deyil, dəyişənə bölünüb. Beşinci ifadəmiz çox hədlidir. Deməli, 1, 3, 5 çox hədlidir. Düzgün cavabımız olar A variantı. 14-cü sual. Çox hədlisinin vurğularını ayırın. Baxırıq ki, ortaq vurğumuz 2 Y-dir. 2 Y-i möhtərizə xaricinə çıxarsaq, qalar 4 S kvadratı çıxılsın D kvadratı Y-in kvadratı. O da bərabər olar 2Y vurulsun. Kvadratlar fərqi kimi vurğularını ayırsaq, 2S minus DY, 2S plus DY olar. Düzgün cavabımız olar A variantı. 15-ci sual. Cədvəldə bir nöqtədən keçən düz xətlərin və onlara uyğun şüaların sayı göstərilmişdir. N üstəgəl M cəmini tapın. Deməli, bir nöqtədən 3 düz xət keçirsə, alınan şüaların sayı 6. Bir nöqtədən 4 düz xət keçirsə, alınan şüaların sayı olar 8. Və N üstəgəlsin M cəmi 6 üstəgəlsin 8. Düzgün cavabımız olar 14 B variantı. 16-cı sual. ABC üçbucağında AM və B-in medianları perpendikulyardır. K nöqtəsində kəsişirlər. CK 10. Əgər biz CK-nı tamamlasaq, medianların kəsişmə nöqtəsi olduğu üçün bu da median olar və medianlar kəsişərkən təpədən başlayaraq 2-1 nisbətində bölündüyü üçün bu isə 5 olar və həmin C-dən tutaq da ki, burada bir 7 desək, C-yə medianı da 15 olar. Bizdən AM medianını istəyir. Biz bilirik ki, medianlar bir-birinə perpendikulyardırsa,
perpendikulyar olan medianların kvadratları cəmi. Burada perpendikulyar olan medianlar BN və AM-dir. AM-i bilmirik. X, X-in kvadratı üstə gəlinsin. BN 9-dur. Kvadratı 81 bərabərdir. Perpendikulyar olmayan medianın kvadratına, yəni onun kvadratı 100. Buradan alarıq ki, deməli burada 100-ə yox, 15-in kvadratı olur 225-ə bərabərdir. Buradan alıq ki, x-in kvadratı bərabər olar 144-ə, x də bərabər olar 12-yə. Deməli, AM medianının uzunluğu 12-yə bərabərdir. Düzgün cavab D variantı. 17. Radiusları 5 santim olan çevrənin ən böyük vətərin uzunluğunu tapın. Bilirik ki, ən böyük vətər diametrdir. Diametrdə radiusun 2 mislinə bərabərdir 10. Düzgün cavabımız D variantı. 18-ci sual. Deyir, kəsri n-in neçə natural qiymətinə natural ədəddir. Sürəti vurub açsaq, alarıq n kvadratı, üstə gəlinsin 8n, üstə gəlinsin 15, bölünsün n. Sürətdəki hər bir ədədi n-ə böldükdə n, üstə gəlinsin 8, üstə gəlinsin 15 bölünsün n almış olarıq. N-in neçə natural qiymətində kəsri natural ədəd olar. Deməli, n burada 15-ə tam bölünməlidir və o zaman n 15-in bölənləri olur. 1, 3, 5, 15. N 4 dənə qiymət ala bilər. Cavab C variantı. 19-cu sual. X5 olarsa ifadəsinin qiymətini hesablayın. İlk öncə sürətdə hər üçündə x olduğu üçün x möhtərizə xaricinə çıxarır. X kvadratı minus 2x plus 1. Aşağıda da x möhtərizə xaricinə çıxarır. X kvadratı minus 4x plus 3. X-lər ixtisar olar. X kvadrat minus 2x plus 1 bizə verər x minus 1-in bağlanmış kvadratı. Aşağıdakı üçədlini vuruqlarını ayırsaq, hasili 3, cəmi 4 olan ədədləri 3 ilə 1 olduğu üçün onlar x minus 1, x minus 3. Yuxarıdakı x minus 1 ilə aşağıdakı x minus 1 gedər. Yuxarıda qalar x minus 1, aşağıda qalar, yəni məxrəcdə qalar x minus 3. X-in də qiyməti 5 olduğu üçün 5 minus 1, 5 minus 3. Bərabərdir 4 bölünsün 2. Düzgün cavabımız olar 2, B variantı. 20-ci sual. Bu tip suallarda nə edirdik? Minus 6x-i sağ tərəfə köçürürdük. X kvadrat plus 7 bərabərdir 6x. Hər tərəfi x-ə bölürük. X üstə gəlinsin 7 bölünsün x bərabər 6. Hər tərəfi kvadrata yüksəldirik. Onda olur x kvadratı. Üstə gəl hasilinin 2 misli 14. Üstə gəl 49 bölünsün x kvadratı bərabər olar 36-ya. Alırıq ki, x kvadratı üstə gəlinsin 49 bölünsün x-in kvadratı bərabərdir. 36-dan 14-ün çıxsaq qalar 22. Düzgün cavabımız D variantı. 21. Mobil telefonun ilkin qiyməti 500 manat idi. Əvvəlcə onun ilkin qiymətini 5də 1-i qədər artırdılar. Deməli, 500-ün 5-dən 1-i olar 100. 500 manatlıq telefonu 100 manat artırıb 600 manat etdilər. Daha sonra yeni qiymət 20% aşağı salındı. 20% aşağı salınma 80%-ə bərabərdir. O zaman 600-ün 80%-i bizə verər 480 manat. Deməli, yeni qiymət 480 manata bərabər imiş. 21-də cavab D variantı. 22. Radiuslar 12 və 5 olan çevrələr daxildən toxunur. Onların mərkəzlər arasındakı məsafəni tapın. Daxildən toxunan iki çevrənin mərkəzlər arasındakı məsafə onların radiusları fərqinə bərabərdir. Düzgün cavabımız A variantı. 23-cü sual. Traktorçulardan birinin
biri sahənin 30%-ni, digəri qalan sahənin 40%-ni şumladı. Sahənin neçə faizi şumlanmamış qaldı? Fərz eləyək ki, sahəmiz 100-dür. 100-ün 30%-i şumlandı, qaldı 70-i. Digəri isə qalan sahənin, yəni 70-in 40%-ni şumladı. Yəni %40-ını şumladı. 28-ini şumladı. Geriyə nə qədər qaldı? 70 minus 28 bərabərdir. Deməli 42. Sahənin neçə faizi şumlanmamış qaldı? Deməli 100-dən 42-si şumlanmamış qaldı. Bu da 42% deməkdir. 23-də cavab 42%. 24. AOB bucağının tərəfləri arasından OC şüası keçir. Fərz eləyək ki, bu OAB bucağıdır və OC şüası keçir. AOB olsun OC şüası. Bir AOC bölünsün BOC 3/4 nisbətindədir. Onda bu bucağa 3 alfa, bu bucağa 4 alfa deyərik. BOC, yəni 4 alfa 22 dərəcədirsə, alfa 22-ni 4-ə bölsək, 5,5 dərəcə olar. Bizdən AOB-ni istəyir. AOB 7 alfaya bərabərdir. 7 vurulsun 5,5, o da bərabərdir. 35 3 yadda, 35 3 yadda, 38 olar. 38,5 düzgün cavab. 25-də deyir, A çoxluğu 2-yə bölünən, B çoxluğu isə 3-ə bölünən 2 rəqəmli natural ədədlər çoxluğu olarsa, N A kəsişmə B-ni tapın. A çoxluğu 2-yə bölünən, B çoxluğu 3-ə bölünən 2 rəqəmli natural ədədlərdirsə, kəsişmə həm 2-yə, həm də 3-ə bölünən 2 rəqəmli natural ədədlər olar. Deməli, 6-ya bölünən ən kiçik 2 rəqəmli ədədimiz 12, ən böyük 2 rəqəmli ədədimiz isə 96 olar. Bunların sayını tapmaq üçün qaydamız var idi. Ən böyük ədəddən ən kiçik ədəd çıxılır. Ədədlər 12 artır deyə, daha doğrusu 6 artır deyə 6-ya bölüb üzərinə 1 gələrik. Deməli, olar 84/6 plus 1, 14 plus 1, deməli 15 dənə 6-ya bölünən ədədimiz var imiş. Düzgün cavabımız 15. 26. A nöqtəsindən çevrənin B və C nöqtələrinə toxunanlar çəkilmişdir. Olsun A nöqtəsi, bu da olsun B və C nöqtəsi. AB üstəgəlsin AC 16 cm və çevrənin radiusu 6 cm olarsa, A nöqtəsindən çevrənin mərkəzinə qədər məsafəni tapın. Biz bilirik ki, A nöqtəsindən çevrəyə çəkilmiş toxunanlar AB və AC bir-birinə bərabərdir. O zaman hər birinə 8 düşər. Mərkəzdən toxunma nöqtəsinə radius çəkərik. Radiusun uzunluğu 6-dır və bizə A nöqtəsindən çevrənin mərkəzinə qədər olan məsafəni istəyir. Radius toxunana perpendikulyardır deyə burada düz bucaqlı üç bucaq alınır və A nöqtəsindən çevrənin mərkəzinə qədər olan məsafə 10-a bərabər olmuş olur. Düzgün cavabımız 10. 27-ci sualda deyir, uyğunluğu müəyyən edin. Baxırıq variantlara. İlk gözümə dəyən birhədli deyil. Hansı birhədli deyil? Təbii ki, 2. Çünki A üstü -1 A-nın tərsidir. 1/A deməkdir. Məxrəcə dəyişən düşdükdə bu birhədli olmur. Ona görə 2-yə getdi Y. Sonra birhədli standart şəkildədir. Baxırıq ki, hansı birhədli standart şəkildədir? Təbii ki, bu 3-cünə uyğundur. B getdi 3-ə. Birhədli standart şəkildə deyil. Bəli, bu da gedir 1-ə. Çünki birinci standart şəkildə deyil. Amma biri standart şəkilə gətirsək, onlar 6, A üzəri 2, B üzəri 3, C üzəri 7 olur. Birhədlinin qüvvəti 9-dur. Baxırıq ki, hansı birhədlinin qüvvəti 9-dur?
üçüncü bir hədlinin. Çünki bir hədlinin qüvvəti dəyişənlərin qüvvət üsləri cəminə bərabərdir. 3, 2, 4 toplasaq qüvvəti 9 olan üçüncüdür. Deməli A 3-ə getdi. Geriyə qaldı. Bir hədlinin qüvvəti əmsalından 2 dəfə böyükdür. Onsuz ikinci bir hədli deyil, ona baxmırıq. Birinci bir hədlinin əmsalı 6-dır. Qüvvəti isə 2, 3, 7, 12-dir. Və baxırıq ki, qüvvəti əmsaldan 2 dəfə böyükdür. Ona görə D variantı da gedir birinci varianta. Deməli 1 oldu C, D, 2, Y, 3 oldu A, B. İndi isə birinci qruplar üçün ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxırıq. 28-ci sual. Aşağıdakı ifadəni sadələşdirin və x4 olduqda ifadənin qiymətini tapın. Baxırıq, sürətdəki ifadə bizə verir x minus 2-nin bağlanmış kvadratı. X kvadratı minus 4 bizə verər x minus 2, x plus 2. Bölməni vurma ilə əvəz edib kəsri tərs çevirərik və x kvadrat plus 2x sürətə qalxır. Sürətdə də x-in möhtərizə xaricinə çıxarsaq qalar x plus 2. Məxrəcə də 2x minus 4 düşər. 2-ni möhtərizə xaricinə çıxarsaq qalar x minus 2. Üstə gəlsin 1 bölünsün x. X minus 2-nin biri bu məxrəclə gedər, digəri də bundan gedər. X plus 2-lər ixtisar gedər. Qalar, deməli, burada daha doğrusu x-i çıxarmışıq, düzdür. Qaldı x bölünsün 2, üstə gəlsin 1 bölünsün x. O da bərabərdir. X-in qiyməti 4-dür, 4 bölünsün 2, üstə gəlsin 1 bölünsün 4. 2 üstə gəl 0,25. Düzgün cavabımız olar 2,25. 29-cu sual. 29-cu sualda ABC üçbucağında A, B, C üçbucağında B təpəsindəki xarici bucaq 110 dərəcədir. B təpəsindəki xarici bucaq 110 dərəcədirsə, onun daxili bucağı 70 dərəcədir. A təpəsindəki daxili bucaq isə C təpəsindəki daxili bucaqdan 20 dərəcə böyükdür. Onda C təpəsindəki daxili bucağı alfa, A təpəsindəki daxili bucağı isə bundan 20 dərəcə böyük, alfa plus 20 deyək. Üçbucağın bütün daxili bucaqlarının cəmi 180 dərəcə olduğu üçün o zaman 2 alfa plus 90 bərabərdir 180 dərəcə. 2 alfa bərabər olar 90, alfa da bərabər olar 45 dərəcəyə. Deməli, alfa 45 dərəcə, yəni C bucağı 45 dərəcə, A bucağı isə 65 dərəcəyə bərabər olar. Və bu üç bucağın növü bütün bucaqları iti bucaqlı olduğu üçün iti bucaqlı üçbucaq olar. 30-cu sual. AB çevrənin diametridir. Deməli, çevrə və AB diametri. AB çevrənin diametridir. O zaman mərkəzdən keçir. C nöqtəsi isə çevrə üzərində ixtiyari bir nöqtədir. İsbat edin ki, diametrə söykənən daxili bucaq, yəni bucaq ACB 90 dərəcəyə bərabərdir. Bunu isbat etmək üçün müxtəlif üsullardan istifadə edə bilərsiniz. Deməli, mən bu cür isbat edirəm. Deməli, mərkəzdən C təpəsinə bir radius çəkirəm. Bura x-dirsə, burada x-dir. O zaman bura alfadırsa, burada alfadır. O zaman digər bucağa beta deyirəm. Və OC radius olduğu üçün OB də radiusdur. Bu da olur beta. Deməli, bu bucaqda bərabər yanlış bucaq olduğu üçün beta olur. O zaman üçbucağın daxili bucaqlarının cəminə görə yaza bilərəm 2 alfa üstə gəlsin 2 beta
bərabərdir 180 dərəcə. Alfa plus beta bərabərdir 90 dərəcə. Deməli, təpədəki bu bucaq 90 dərəcəyə bərabər oldu. Siz də müxtəlif üsullardan istifadə edib isbat edə bilərsiniz. İndi isə ikinci qruplar üçün situasiya tapşırığına baxırıq. Deyir, parkdakı yeni karusel bir istirahət parkında dairəvi formalı yeni bir atraksiyon karusel quraşdırılır. Parkın dizayn planına əsasən karuselin qurulacağı dairəvi sahənin radiusu 10 metrdir. Təhlükəsizlik qaydasına görə karuselin mərkəzdən radiusunun 20% qədər olan hissə qırmızı zona adlanır. Fərz eləyək ki, karuselimiz çevrə formasındadır və bu çevrədən radiusun 20% fərz eləyək ki, bu hissə qırmızı zona adlanır. Və bizə deyir ki, radiusun 20% qədər olan hissə qırmızı zona hesab olunur və bura giriş qadağandır. Karuselin ən kənarda yerləşən oturacaqlar bir tam dövr etdikdə çevrə boyunca hərəkət edir. Bizdən nə istəyir? Qırmızı zonanın mərkəzdən olan kiçik dairənin radiusu neçədir? Biz bildik ki, bizim karuselin radiusu, dairəsinin radiusu 10 metrdir. Və qırmızı zona bunun 20%-ni təşkil edir. O zaman onun 20%, yəni kiçik qırmızı zonanın radiusu 2-yə bərabərdir. Sonra bizə deyir ki, karuseldə əyləşən bir nəfər tam dövr etdikdə neçə metr yol gedir? Karuseldə əyləşən sərnişin çevrə boyunca hərəkət etdiyi üçün bir tam dövr etməsi çevrənin uzunluğuna bərabərdir. O zaman L bərabərdir 2 pi r. O da bərabərdir 2 vurulsun 3. Radiusumuz da 10 olduğu üçün düzgün cavabımız olar 60. Digər tərəfdən 30-cu sualda deyir ki, əgər gələcəkdə karuselin radiusunu 40% artırsalar, hal-hazırda karuselin radiusu 10-dur. Bunu 40% artırılması gəlib 140%-ə çıxır. O zaman onun 140%-i, yəni yeni karuselin radiusunun 14 olması deməkdir. Yeni çevrənin uzunluğu, o zaman yeni çevrənin uzunluğu 2, pinin qiyməti 3-dür. Radius 14 olarsa, əvvəlki uzunluqdan neçə metr çox olar? 6 vurulsun 14, 6 4-ün 24, 2 84 metr olar. Əvvəlki karuselin uzunluğu 60 metr olduğu üçün 84 60 metrdən nə qədər çoxdur? 24 metr çoxdur. Düzgün cavabımız oldu 24. Diqqətiniz üçün təşəkkür edirəm. Hər birinizə uğurlar arzulayıram.